Bakı Sağlamlıq Mərkəzinin anestezioloq reanimatoloqu həkim Nicavat Qafarova vəfat edib. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzindən məlumat verilib. Məlumata görə həkim uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bərdədə isə 28 yaşlı qadın doğuşdan sonra vəfat edib. Belə ki, Bərdə şəhər sakini 1997-ci il təvəllüdlü Firuzə Qaçaylı 37 həftəlik hamiləliklə əlaqədar Bərdə Mərkəz rayon xəstəxanasının doğum evi şöbəsinə yerləşdirilib. O gecə saatlarında oğul övladı dünyaya gətirib, lakin az sonra həyatını itirib. Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır. Doğum evinin baş həkimi Tünzalə Bəşirova trendə məsələ ilə bağlı bunları deyib. Firuzə Qaçaylı xəstəxanaya daxil olarkən bildirib ki, ona saat 22:00-da kəndlərində sistem köçürülüb. Sistem bitməmiş böbrəklərində güclü ağrılar yaranıb. Kəskin ağrılar zamanı hadisə yerinə təcili tibbi yardım əməkdaşları gələrək ona ağrı kəsici kimi istifadə olunan platfilin iynəsi vurulub. Daha sonra onu xəstəxanaya gətiriblər. Yaranmış vəziyyətlə bağlı onda güclü ürək bulanması yarandığından əməliyyata götürülüb. Doğuş əməliyyatına götürülən qadın 37 həftəlik hamiləlik dövründə olub və əməliyyat normal keçib. Sonradan halı pisləşən Firuzə Qaçaylı həyatını itirib, doğulan oğlan uşağının vəziyyəti isə stabildir deyə həkim açıqlama verib.